İnsan var ki, gedməlisən, sırf onun üstündə işləməlisən, sənə fənd öyrətməlidir. Mən məsələn üçün YouTube-da güləşlərə baxa-baxa, məsələn o vaxtın güləşəni var idi ki, 4 qat dünya çempionu Aleksandr Kalerin, rus idmançısı, indi hal-hazırda Rusiyanın Olimpik komitetində işləyir də. Mən onun fəndinə baxırdım, onun fəndini öyrənirdim. Məsələn üçün bir müddət elə oldu ki, idman növümü dəyişdim, keçdim judoya. Judoda da başladım ağır çəkili idmançılara baxmağa. Məsələn Teddy Riner, canlı əfsanədir. Onun güləşlərinə baxıb başladım həvəs almağa da. Onun fəndlərini mən də başladım yerinə yetirməyə. Mənim ən yadda qalan yarışlarımdan biri də elə Estoniyanın Tallinn şəhərində keçirilən gənclər arasında Avropa çempionatı olub. Mən burada həmin yarışda sumo idman növündən çıxış edirdim və mən burada Avropa dünya çempionunu finalda məğlub eləmişəm. Ən güclü rəqiblərimdən biri idi də, həmin o Ukraynalı idmançı. Və bu kuboka da sahib olmuşam. Bu vaxta qədər yadda qalan döyüşlərimdən biri, güləşlərimdən biri həmin bu kubokun üstündə olub. Qan tər tökmüşük. Şükürlər olsun qazanmışıq.